Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizə overkill etdikdən sonra pedit join eləyib artıq fillet ilə küncləri bağlamağı öyrədəcəm. Mən artıq hazır bir işləri qoymuşam bura. Deməli, bizdə üst-üstə düşən xəttlər var. Gördüyünüz kimi. Burada da həmçinin. Mən özüm belə elədim ki, overkilli bir daha üstündən keçmiş olaq. Demək, biz yazırıq overkill. Hamısını seçirik. Ignore object property. Burada OK vursaq, bizim bu qırmızılar qalacaq. Biz burada nə edirik? Burada rəngdə dəyişib, layer'də, line tipi də. Ona görə biz bunların ən yaxşısı hamısını seçək. OK vururuq. Gördüyümüz kimi hamısı təmizləndi. Üst-üstə düşən nələr varsa, kopyalanmışların hamısı avtomatik silinir. Plan yüngülləşir, lakin tam düzəlmir. Yəni overkill silir, tam düzəltmir. Biz bayaqları mən ilk başlayanda dedim ki, ardınca peditdən join eləyib xəttləri birləşdirəcəm. Bunların çünki hamısı line idi. Demək, pedit line-dan hamısını polyline eləyirik. Burada soruşur ki, line-lar polyline olsun. Deyirik yes. Ondan sonra deyir pedit enter an option join. OK bastıq. Xəttlər gördüyümüz kimi polyline oldu. İndi keçək bu birisinə. Pedit. Yes. Join. Oldu. Ardınca bu birisini eləyək. Pedit. Ardınca fillet. İndi isə biz üçüncü burada join-i seçərək ən yaxın məsafədə olan xəttlər AutoCAD-da line-lar elə bir polyline çevrilir. İndi isə fillet əmrini eləyirik. Üçüncü hissəmiz bayaq qeyd elədiyim kimi. Fillet. Radius. Radiusa 0 yazırıq və küncləri bağlayırıq. Enter'i bir daha basırıq. Radius. Enter'i basırıq və bunlar birləşir. Nəticədə biz nə edirik? Burada qırıq xəttlər var idi, yəni line-lar. Onların hamısı polyline olur, tək kontur olur. Boş künclər bağlanıb, necə deyim, burada boşluqlar var idi. Onların hamısı polyline olur. Sahə hesablayanda isə əvvəl sahəni biz hesablaya bilmirdik. Artıq qapalı kontur olduğu üçün sahə hesablanmağa hazır vəziyyətə gəlir. Bu bizdə manual cleanup metodu sayılır. Biz burada cleanup və ya map clean Lisp-i əlimizdə olmadığı üçün özümüz avtomatik əl ilə manual cleanup metodu ilə plan hazırlanmaq sayılır. Və bizi izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, faydalı oldu. Kanala abunə olub dostlarınızla paylaşmağı unutmayın. Hələlik növbəti videolarda görüşənədək.